Hə, əziz izləyicilər, doğam da hazırdır. Pişirin, yeyin, nuş olsun. Piraşkımız da hazırdır, istidir hələ. Çox gözəldir, çox qəşəngdir. Sazda mən birinci dəfə eləyirdim. Çox da qəşəng oldu. Bundan sonra mən tavada eləməyəcəm. Bu da çörəyimiz. Allah bunun bərəkətinə bərəkət qatsın, qurban olduğum. Allah hamının sülfəsini bol eləsin. Əziyyətinizi Allah Teala itirməsin. Mən də əziyyətimi dəyərləndirin. Kanalıma abunə olun. Pişirin, yeyin, nuş olsun. Salam əziz izləyicilər. Bu günləri mən sizin üçün axşam yeməyimizə piraşki, çörək, 3 dənə, bir balon qatığında doğrasın bişirəcəm. Mən kartofumu soymuşam, yumuşam, qoydum qaynamağa. Bu stolun üstündə düzdür, biraz ərzaqlarım qarışıqdır. Hamısını yığmışam, nə lazımdır. Piraşkiya, xəmrə, doğuya. Mən indi çəkib bir göstərəcəm də xəmri yoğurduqcan sizə. Hə, ilk öncə başlayayım piraşkinin xəmrindən. Mən maya qabımın içində balaca bir tane yumru qaşıq var. Siz xörək qaşığı ilə də tökə bilərsiniz da. 2, 3, 4 dənə bu ilə tökürüm. 4 dənə bir xörək qaşığı maya tökdüm. Bir, 2 dənə yumurta vuracağım. 2 yumurta, duzun. Soğanın, kartofun soğanın da burada. Soğanın da duzunu töküm, sonra yadımdan çıxır. Duz tökürəm, 1 çay qaşığı. 1 çıkan da artıq. Atsa da şəkər tozu töküm. Xəmirinə 1 çay qaşığı da şəkər tozu tökdüm. Hə, bunu indi mən duru yağda töküm, yarım iscan. Yarım iscan da duru yağ tökdüm. Mən indi bunu ilıq suyla yoğurum. 1-2 qaşıq da qatıq koymuşam bura doğu üçün. Ondan qatacağım. Hə. Ya Allah. Bismillah. Allah Teala bütün sülfiyə bərəkət versin. Açılan sülfələrə, halal sülfürələrə. Bizdə içində. Mən qatıqları mayalamışam. Qazanlarımı yumuşam. Baxdım az olduğuna görə mal heyvana çıxacaq indi. Ona görə elə həmişəki kimi tələsə. Gəlin də dərsdə olur. Əziz dostlar, kim gəlinin oxudan qaynanalar varsa yazsın bizə. Mən qızımı oxutdum, ərə verdim, getdi. İndi də Allah salamat eləsin. İndi də gəlinimi oxuduram. Hə. Piraşkinin xəmri hazırdır. Çox dəmir kimi olmamalıdır. Biraz boş olmalıdır. Biraz da artıq həlləməlisən ki, yaxşı olsun. Hə. Mən xəmri, belə mayalı xəmirlərin üstünə əsri sərmirəm də, qapaq qoyuram. Hə. Keçirəm indi çörəyin xəmirinə. Çörəyin xəmirinə. Əlimi yumadım, belə bu xəmri də yoğurum tez. Buna da yenə bir xörək qaşığı maya tökürəm.
duz tökürəm. 2 qaşıq. Bir də yoxsuyla yoğururam. Söyləmin də xəmri hazırdır. Mən bunları bastırım dəstirxanın arasında. Mən yağ tökün, pirajkının soğanı qoyum qovurmağa. Pirajkının soğanı çox oldu deyəsən. Pirajkının soğanı sivitini yağdan eləyirik. Kartofum qaynayır, soğanımı da qoydum qazın üstünə. İndi doğan qatığını töküm. Doğanın içinə düyü tökmüşəm. Belə balonun qapaqları olur, rezbəli. 2 dənə yumurta vururam mən bu qazana. Cehiz qazanımdır. 30 ildir mən doğaya bunda pişirəm. 2 dənə yumurta vururam. Qatığı töküm, yox, yumurtayı çalım. Düyü yumurtayı yaxşı atır. Mən xəmirlərimi, kartofu mən gələcəm pişəcəm. 1 saat da inəklərini sağacam. Bir balon qatıq tökürəm. Bir balon qatığa da 1 litr, litrdən də az tökəcəm, su tökəcəm. Hələ yox, göyün tökəndən sonra. Un tökün. Birdən deyirsiniz ki, o qatıq yumru qalacaq. Yox, göyü tökəndə qatığın özü açacaq. 1 yemək çömçəsi qədər də duz tökürəm. Mən heç nəyi qramla eləmirəm, eləməmişəm. Yəqin ki, eləyə bilməyəcəm də. Şimdi keçirəm göyün altına. Bu hazırladığımı qoyuram xaladelnika. Çünki 1 saatdan sonra çıxardacam da. Biz mal heyvanı eləyirik, gec gəlirik. Ondan sonra hazırlaşmaq çox çətindir da mənim üçün. Yeməyi çatdıra bilmərəm saat 8-ə. Soğanımı qarışdırım. Kartofum da burada pişir deyəsən. Pişir. Kartofu da körkadan keçirdəcəm. Ət maşınım hərdən qurulu olanda elə ət maşından keçirdirəm. İndi göyərtimi aritdim. Bir balon qatığa 2 dənə şüyüd. Nanə dərini ölçəm hələ bağda. 2 şüyüddür, 2 şomudur. 2 çeşniş. Bir dənə dağ çeşnişi. Şüyüdü dedim də ya.
Biz bu göyərtidən açılan sapaqları göyərtiyə qatmırıq. O mala tökülür də. Göyərtinin kökükləri mala tökülür. Toğlara tökülür, mala tökülür. Onun, məsəl üçün, bu kartofun suyunu qaynatdım. O inəklərə yem yoğuranda tökülür ora. Hərə bir cür, nə bişirir, hərə bir cür bişirir. Heç kimindiki zamana da az qalmır, heç geçmişdə də az qalmır. Allah hamının sürfəsinə bərəkət versin. Cavanlarımızı qorusun. Kartofum hələ bişmir. Hələ bişmir. Mən getdim bağdan biraz nanə yığdım, biraz da yağlı tərə yığdım. İndi yoğun bunları nanə maritdən doğrayım, hazır koyum, yudum, gömür. Doğan göyün qurutması oldulardan, kitabın göyün qabaqdadan eləyirsən, biraz qurudursan dəsin onlarız. Doğan göyün olsun da mən doğrayandan sonra yoğuram. Min cür doğğa pişirəm var. Hamısı da, əsas orada qazan qaynasın öylərdə. Hamısı bərəkətdir. Çalışmaq lazımdır, biraz xırda olsun. Düzdür, mən də daha qabaqçı kimi döyəm, xırda eləyə bilmirəm. Mən soğanı seçəndə seçirəm. Ət maşında yox, onda suyu çıxır. Çünki yeməklərin içində mən oğlum soğan istəmir. Ona görə eləyirəm ki, soğan görsənmir. Təkrar tökürəm çilostana, çünki mən o yuvacam yaşıl suyu geçsin. Şomunun da yaşılı çıxır, yağlı tərəndə. Mən soğanım da pişdi, qoruldu, kartofum da pişdi. Mən deyirdim kartofumda törkadan keçirdəcəm, elə bildim tez pişəcək, gec pişən kartof oldu. Mən bu suyu süzüm. Mən özüm pişirdiklərimi özüm tərs çəkirəm. Kalçuku gətirmişdim, dedim sisli qoyarım, kalçuk partlayar. Ha, yaxşı kartofdur, bu gün almışdı kartof.
Göyümü də doğrayıb yumuşam, hazırdır. Suyu süzülsün, indi yaşıl suyu. Hə. Hə. Töküm. Yağı bəlkə buna töküm. İndi yağımı buna töküm. Mən soğana buz atmışam. Kartofun da buzunu ayrı atacağım. Mən hərdən yadımdan çıxır. Yad buz atmıram. Hərdən olub. Hə, indi buna biraz sarı kök qatım. Stiyot qatım. Bizimkilərə istiyota atqaz yox. Ən çox da oğluma. Çox duz da olar birdən. Dadına baxarım, yarım çay qaşıq atdım. Əziz izləyicilər, baxmalın vaxtıdır. 6-ya qalıb 15 dəqiqə. Özünüz görürsünüz, vaxtlarını elə bilirlər ki, yemək vaxtları. 5 dəqiqə gecikdin, dünyayı da aldırlar. Hə, hazırdır. Kartofum da hazırdır. Valla mən deyirdim, çatdırmayacağım. Çox şey yığmışdım stolun üstünə. Şükür Allaha, çatdırdım hamısını. Göyüm. Gələndə də Allah qoysa pişirib göstərəcəm sizə. Əziz izləyicilər, mən gəldim, mal heyvanımı rahatladım, gəldim. Birinci doğamı qoyum pişsin, aradan çıxsın. Ondan xəmir əlmə keçsin. Bu 1-2 dəqiqə belə qarışdırırsan, göyün qırışını açır. Qatığın qırışını açır. Unun tökmüşəm, hər şeyi də tökülür. Düyüsü də içindədir. İndiki dücülər də gec bişir. Ona görə də qabaqcadan islatdım ki, elə qaynatsın. Hə,
hazırdır. Gətirim suyunu töküm. Suyunu tökürəm. Bir balon qatığa 1 litrdə su tökürəm. Tələsirəm deyəm, yağından çıxır. Qoyuram qaza. Xəmirimi kündəliyim mən. Tavalarımı yağlayayım. Xəmirlərimi kündələdim. Elə mən tavada qoyuram kündüyə. Yarım saat qalır. Onu qoyuram tofuya. 3 dənə kündüyə, 1 dənə də yumurta gedir. Yumurtasını vurdum. Biraz da qara çörək tuz səpim. Bir yarım saat qoyacam qalacaq. Ondan da pirajkinin xəmirini hazırlayayım. Söndürüm. Qara çörək tuzunu da səpdim. Elə qaşıqla da bəzəyə vuracam üzünə. Allah hamının çörəyinə bərəkət versin. Xəmirim gəlib, pirajkının xəmiri də qəşəng acıyıb. Azca bir damcı yağ tökəcəm. Əziz izləyicilər, balaca kündələr eləyəcəm. Balaca da pirajki üçün özünüz bilirsiniz. Pirajkiləri də düzəldəndən sonra bir 10 dəqiqə qalacaq yerdə ki, özünü tutsun, acımış xəmirdir da bu. Biz burada bu yerləşdiririk, təzə kündə olur. Mən kündələrim özünü tutub. Haşlı pirajki kimi eləyir. Şəkərbura kimi eləyirsən də, özünüz eləyə bilirsiniz. Hamı eləyir, tüm qadınlar eləyə bilir. Pirajkini pişirməyən adam yox. Ağzı möhkəm yapışdırmaq lazımdır ki, yağın içində açılmasın da. Yanır sonra yağın içində. Pirajki şəkərbura kimi bunun ağzını yapışdırdın. Sonra bu yapışdırdığın tərəfi də
ağız aşağı qoysan ki, xəmir özünü tutanda onlar bir-birinə yaxşı yapışsın, yağın içində partlayıb tökülməz. Hə. Piraşkımız hazırdır. Da belə də elə tavaya atacaq da. Tavaya atanda buna heç nə eləməyəcək. Hə, doğum qaynayır. 1, 2. Hə. Doğum demək olar ki, hazırdır elə. Duzu bir dəqiqə, 2 dəqiqə qaynasın. Söndürürəm. Mən bu dəfə piraşkımı sazda elədim. Xanımlar, duru yağ tökmüşəm, dağ olur. Qarğıdalı yağından istifadə edirəm. Sımışqa yağından iyi gəlir biraz da. Bizim uşaqlar yemir. Hə, çörəyi də qoyum tofqam qızıb tofqama. Çörüm olsun. Süz deyilin. Valla tavadan mən deyərəm yaxşıdır bu. Həm bu tefallardan da biraz çıxaq. Bunlar hamısı ziyanlı şeylərdir. Bu dəmirdir. İnsanın bədəninə də dəmir gedir buradan. Hə, qızardı piraşkilərim. Mən indi piraşkitlə yeməyə də kənd üsulu da. Keçmişdə ketçup yox idi, bir şey yox idi. Çəkilmiş pomidordan indi ketçup düzəldəcəm. Hə, mən biraz yarım dəstə şüyüz doğrayıram. Bir dənə də yumru soğan. Pomidor tökürəm buna. Özüm bağladığım pomidordan tökmüşəm. Bir böyük qaşıq belə, bir də yarımı tomat tökdüm içinə. İstiyor. Bu biraz acı eləmək lazımdır ki, İştah atsın. İstiyor. Pul biber. Yarım çay kaşığı da duz. Hə, hazırdır. Laf buna sarımsaq da doğramaq olar. Mən uşaq işə gedəcək deyə sarımsaq qatmadım. Çörəklərim də pişdi. Biri qalıb axırıncını qoyuram. Hə, əziz izləyicilər, doğam da hazırdır. Pişirin, yiyin, nuş olsun. Piraşkımız da hazırdır, istidir hələ. Çox gözəldir, çox qəşəngdir. Sazda mən birinci dəfə eləyirdim. Çox da qəşəng olub. Bundan sonra mən tavada eləməyəcəm. Bu da çörəyimiz. Allah bunun bərəkətinə bərəkət qatsın, qurban olduğum. Allah hamının sülfəsini bol eləsin. Əziyyətinizi Allah Taala itirməsin. Mən də əziyyətimi dəyərləndirin. Kanalıma abunə olun. Pişirin, yiyin, nuş olsun.